Salam, hər vaxtınız xeyirli olsun. Deməli, biz keçən dəfə 80-ci misalda yarımçıq qaldıq. Burada deyir ki, alqoritmin blok sxeminə əsasən n dəyişəninin çapa veriləcək qiymətinin 232 olması üçün n-in ilkin qiymətini müəyyən edin. Deməli, burada baxırıq ki, bizim A-mız 3-dür və burada 16 vahid artır. 164-dən kiçik olmaq üçün, yəni bunun dövrün sayını tapmaq üçün A-dan işləməyə çalışıram. Çünki n-imiz hələ bəlli deyil. 164-ün içində 16 10 dəfədir. Əvvəldə də 3 var. Deməli, 11 dənə dövr gedəcək. 11 dənə dövr getdiyi məlumdursa, o zaman bu hissəni götürürük, n çıx 8, vururuq 11 dövrə, bərabər eləyirik 232-yə. Ki, cavabında 232 olsun. İlkin n-i tapmaq üçün n-imiz bərabərdir, 232-nin üzərinə 88 gəlirik və n-imiz eləyir 320. Deməli, daxil etdiyimiz ədəd 320-dir ki, sonda 232 çap edilib. 86-cı misalda deyir ki, A dəyişənin çapa veriləcək qiymətinin 32 olması üçün A-mız 32-dir və n dəyişəninin daxil edilə biləcək ən kiçik natural qiymətinin rəqəmləri cəmini tapın. İlkin baxırıq ki, A-mız 2-dir. Burada 15 vahid artıb və nəticədə 32 alıb. Onun üçün biz nə edirik? İlk öncə əgər 32-dən o 2-ni çıxsam 30 eləyir və 30-u 15-ə bölməklə neçə dövr getdiyini tapıram ki, 2 dövr gedib. 2 dövr gedibsə, o zaman bu hissəni götürürəm, n üstə gəl 7-ni 2 dövrə vururam. Çünki 2 dövrdə 7 vahid çoxalıb və bunu n-dən böyük götürürəm. Niyə? Çünki n böyük n daha doğrusu kiçik halında əgər 100-dən böyük olarsa nə edəcək? Çıxışa çıxacaq. N-imiz böyükdürsə 100-dən çıxırıq 14-ü. O da bizə nə verir? 86. N-dən böyük, ən böyük bir ilk ədəd nə olacaq? 87 olacaq. Deməli, n-in 87 qiymətində. Bunların da rəqəmləri cəmi dediyi üçün 8 ilə 7-ni toplayırıq, eləyir 15. Cavab 15-dir. 88-də deyir ki, mağaza n sayda məhsulun qiymətlərini endirim kampaniyasına başladı. Endirimli qiymətlər aşağıdakı cədvələ uyğun hesablanır. Hər bir məhsulun daxil edilmiş qiyməti üçün endirimli qiymətləri hesablayan alqoritmin blok sxemini qurun. Burada qursam yarımçıq olacaq. Ona görə buranı silim, buradan başlayayım qurmağa. Deməli, n sayda ədəd daxil edilir. N sayda məhsulun qiymətini endirəm edilir, daha doğrusu. Başlanğıc. Endirimin qiymətlər aşağıdakı kimidir. Məsələn, biz n sayda məhsuldan söhbət gedirsə, n-i daxil eləsək və burada multiplikasiyalı dövr qursaq, i bərabərdir 1-dən n-ə qədər və həmən ədədi daxil eləsək qiyməti. Desək ki, bu qiymət 100-dən kiçikdirsə, hədirsə, o zaman nə edəcəyik? A bərabərdir A-dan onun 5%-ni çıxacaq. Yəni, A-nın 5%-ni çıxacaq. 5-ə vurub 100-ə də bölə bilərik və yaxud da 0-dan 100-də 5-ə də vura bilərik. Əks halda digər bir münasibəti quracaq. Deməli, 100 daxildirsə, burada önəmli olan hissəsi 200-dən kiçik hissəsidir və yaxud da istəsəz elə gəlin 200-dən böyük hissəsini yazaq. Əgər ki, bizim A-mız 200-dən çoxdursa, hədirsə, o zaman A bərabər olacaq A-dan çıxacaq 15%. Əks halda qalır bir dənə
variant 100 ilə 200 arasındakı qiymətlər və 100 ilə 200 də daxildir. Ona görə yetərlidir ki, 10% azaldaq. A-nın 10%-ni bölək 100-ə. Bunu bu şəkildə qurduq. Bunların hər biri qayıdır bura, ilkin başlanğıc bloka. Sonda da bizim qiymətlər çap olunur. Və son. Gəldik 9-cu, ayın 9-unda qəbul. Bu ayın 2-sində olan qəbul idi. Bu da ayın 9-unda olan qəbuldur. Burada alqoritmin icrası nəticəsində n dəyişəninin 243 qiyməti çap olunmuşdur. Buna əsasən A dəyişənin daxil edilə biləcək ən böyük natural qiymətini tapın deyir. Baxırıq ki, A daxil edilib və son 243-dürsə, diqqət eləsək görərik ki, bizim burada n-imiz əvvəl 1 idi, sonra 3 vahid 3 dəfə artıb və 3-ün neçə dəfə öz-özünə vuranda 243 alınır 5 dəfə. Buradan alınır ki, 5 dövr getməliyik. 5 dövr gediriksə, s-imiz 1-dir və hər dəfə 2 dəfə artırsa, 5 dənə 2-ni özünə vuranda 32 eləyir. S-imiz bəllidirsə, artıq A çıxılsın 3-ü 5 dənə dövrə vurub kiçikdir S-dən yaza bilərik. Burada A-mız bərabər olacaq 32-nin üstünə 15 gələndə eləyir 47. 47-dən kiçik qiymət hansıdır? 46-dır. Alqoritmin icrasından sonra nəticə 7 olarsa, x dəyişənin ilkin qiymətini müəyyən edin. Deməli, ən axırıncı 7-dirsə, y çıx x bərabərdir 7 yazırıq. Buradakı x-in qiymətini əvəzləyirik, gətirib yerinə qoyuruq. X üstə gəl y yazıram, y-in yerinə çıx x bərabərdir 7. X-lər gedir, y bərabər olur 7-yə. Əgər y 7-dirsə, nəyi 2-yə böləndə 7 eləyir? 14-dür. Əgər x 14-dürsə, nəyin üstünə 10 gələndə 14 eləyir? 4-ün. Deməli, ilkin qiymət x-in 4 idi. Gəlirik bu məsələyə. İfadəsinin qiymətini hesablayan alqoritmin blok sxemini qurun deyir. Başlanğıc yazırıq. Burada n saydadır, 2-nə vurur. Deməli, cəmə ehtiyacımız var və işarə dəyişikliyinə ehtiyacımız var. Mənfidən başladığı üçün bunu -1-ə vururuq. -1-ə vururuq və modifikasiyalı dövrdən istifadə edəcəm. I bərabərdir. Deməli, i-ni bu hissə bizə tüyo verir ki, biz neyniyə 2-nə vuraq. Və yaxud da biz bunu bu şəkildə də yaza bilərik. 2-dən n-ə 2 artsın. Çünki ancaq cüt ədədlərdir. Modifikasiyada bunu yazmaq mümkündür. Və s-ə sadəcə nə edəcəm? S bərabərdir S üstə gəl, K-nı vuracam i-yə. Yəni, i-ni burada artırmaya ehtiyac yoxdur. Özü avtomatik artır və sonuc olaraq da S-i çap eləyəcəm son. Çünki özünüz də diqqət eləsəz görərsiniz ki, ilkin 2-ni vuracaq -1-ə -2, növbəti 4-ü gələcək. K-nı dəyişməmişəm bir dənə. Göstərsəm sonda yoxlamağın mənası var. K-nı hər dəfə -k-yə bərabər eləsək, o bir dəfə müsbət, bir dəfə mənfi olacaq. Bunun əgər desəz ki, məntiqi blokunu quraq, gəlin quraq. S bərabərdir 0, K bərabərdir -1 və i bərabərdir 2-dən başlayaram. Bunu da elə eyni qayda ilə daha asan pratik üsulla. Ardıcıl ədədlə getmək istəsəz, gərək siz orada, məsələn, 1-dən nə qədər ardıcıl gedirsə, hər dəfə gərək siz 1-i neyniyəsiz, vurasız 2-nə. 2i-yə daha doğrusu. Gəldik, neynirik? Ən yaxşısı, bildiyimiz qayda ilə i-miz kiçikdir, bərabərdirsə n-dən, ardıcıl olaraq S bərabərdir S-in üstünə K vurulsun i-ni gəlirik. K-mızın işarəsini dəyişirik. I-mizi də mütləq şəkildə 2 vahid artırırıq. Çünki cüt ədədlərdir.
və bu qayıdır bura. Buradan da sonuc olaraq bu hədir. Yox hissəsindən də bizim S-imiz çapa çıxır və son. Sonra 10-da baxırıq ki, 2-in çıxılsın 1 yazılıb, S-i ayrıca hesablayaq. S-in üstünə gəlir, K-mız 1-dir, 1-i bölür 1-ə, ilkin 1-i alır. Deməli, -1 ilə başlaya bilməz. İkinci dövrdə K-mız artıq -1-dir, i-miz isə 3-dür. Elimiz hər hansı bir ədəd ola bilər, yəni 2 dövr belə gedə bilərsiniz. S-imiz 1-dir, buna toxunmuruq. -1-i 3-ə vuranda olacaq çıx 3. 1 çıx üzüllü sayın burada K bölünsün i-dir. K-mız -1-i 3-ə böləcək, yəni 1 bölünsün 3 olacaq. O da yalnız D variantında doğrudur. Növbəti alqoritmin icrası zamanı A dəyişəni üçün 13 ədədi daxil edilərsə, i dəyişənin qiyməti neçə olur? 13 ədədini daxil edirik. 13 1-dən böyükdürmü? Bəli, 2 vahid azaldırıq 11. Burada S-i 1 vahid artırırıq. Deməli, bu 1-dən kiçik olana qədər davam edəcək. Ona görə tez-tez yazaq. 9, 2, buradan yazıram. 7, 3, 5, 4, 3, 5, 1, bu da oldu 6. Artıq 1-1-dən böyük olmadığı üçün burada dövr dayanacaq. Keçirik. Deyir ki, 1-1-ə bərabərdirmi? Bəli. 1-1-ə bərabərdirsə, o zaman i-miz bizim neçədir? 1-dir. Birin üstünə gəlirik, S-i 2-yə vururuq. S-imiz isə 6-dır. 6-nı 2-yə vuranda 12, üstünə də 1 gələndə eləyəcək 13. Deməli, 24-də cavab eləyir 13. Daxil edilən ixtiyari bir ədədin müsbət və ya mənfi olduğunu müəyyən edərək çıxışa verən alqoritm blok sxemini qurun. Əgər ədəd 0-dırsa, 0-a bərabər olduğunu çıxışa versin. Gəlin yazaq, məsələn, başlanğıc. Bu cür ədədlər ixtiyari bir ədəddən söhbət gedir. Okey. Əgər ixtiyari bir ədəddən söhbət gedirsə, A-nı daxil eləyirik və soruşuruq ki, A-mız 0-dan böyükdürmü? Böyükdürsə, o zaman deyirik ki, müsbət ədəddir. Müsbət ədəddir. Dırnağımızı bağlayırıq. Əks halda bir dənə də blok sxem qururuq. Deyirik ki, A-mız 0-dan kiçikdirmi? Hədirsə, o zaman da deyirik ki, mənfi ədəddir. Mənfi ədəddir. Dırnağımızı bağlayırıq. Mən bloku çox qıraqdan, kənardan yığdım. Və bunun da yoxunu belə yazım, üzürlü sayın. Siz mən kimi eləməyin, səliqəli eləyin. Hətta mən bunu sol tərəfə, əslində sağ tərəfə yığmaq daha yaxşıdır. Gəlin bu dəfə sola yığaq. Yoxdursa, A-mız 0-dan kiçikdirsə, desin ki, mənfi ədəddir. Əks halda nə olacaq? Məntiqi bloka ehtiyac yoxdur, qalır bir dənə münasibət, o da ki, müqayisəsində 0-a bərabər hissəsi. Bərabər ədəddir, bərabərdir. Hamısını sonda bir xəttə birləşdirib son yazırıq. Belə. Növbəti ayın 14-də olan blok imtahanının sualıdır. N dəyişəni üçün girişə 150 ədədi daxil edilərsə, alqoritmin nəticəsini müəyyən edin. N 150-dir. 150 ilə 50-nin cəmi 200 eləyir. 200 250-dən kiçikdirmi? Bəli. O zaman A-nı 15 vahid artırırıq. Olacaq nə? A-mız olacaq 65. N-imiz isə olacaq 160. Bunların cəmi yenə
250-dən kiçikdir. Yenə 15 vahid artıraq, eləyəcək 80. Bunu 10 vahid azaldaq, olacaq. Oy, burada səhv yazmışam. Bir dəqiqə. 150-ni azaldırıq, 140. Ha. Deməli, bu 80 düzdür. Bunu da azaldırıq, 130. 130 ilə 80 cəmi 210-dur. Hələ də 250-dən kiçikdir. Ona görə yazaq 95, 120, 105, 110, hələ də 225 eləyir. 120, 110-dan da 10 çıxanda 100, 220 eləyir. 135, 90, 150, 80, bizə nə verir? 130 verir. 165, 70, 180, 60, 240 verir, yaxınlaşırıq deyəsəm. Deməli, 195, 50, ümid edirəm ki, hesablama səhvim olmadı. Siz daha zirəng olun. Bu 40-dırsa, bunu da 15 vahid artıranda olacaq 205. 205 ilə 245, bu oldu 220, bu isə 30. Aha, deməli, gəldik. Cəmi nə qədər verir? 250. Aha, sonuncunu da gedirik. Olur 235, bu isə olur 20. 235 ilə 20-nin cəmi artıq 255, kiçikdir, bərabərdir 250, xeyr. Gəlir A-nı çap edir. A-nın hansı qiymətində? Aha, deməli, haradasa mən hesablama səhv eləmişəm. Burada bizim cavabımız nə olmalıydı? 215 olmalıydı. 65, 80, 95, 105, 120, 135, 15 gələndə 150, 165, 180, 195. Hə, 195-in üstünə 15 gələndə. Bunu səhv eləmişəm. Səhvimi tapdım. Bu 210 eləməlidir. 210, yox. 65, 80, 95, 110. Deməli, bu olacaq 110, 125, 140, 155, 170, 185, 200, 215. 215. Burada baxaq 140, 130, 120, 110, 190, 80, 70, 60, 50, 40, 30, 20. Deməli 2, 4, 6, 8, 10, 11 dənə dövr. 2, 4, 6, 8, 10, 11 dənə. Bunlara ehtiyac yoxdur. 11 dənə dövr gedir. Həqiqətən də 215 ilə 40-ın cəmi 255 eləyir və A-nın 215 qiymətində ödəyir. Deməli, siz mənim kimi diqqətsizlik etməyin, diqqətli olun. Gəldik 83-cü misala. Burada riyaziyyat sözü neçə dəfə çıxışa çap veriləcək? A-mız 28, B-miz 6-dır. 28 kiçikdirmi 6-dan? Xeyr. Gəlir riyaziyyatı bir dəfə çap edir. B-miz deməli 6-dır, 5 vahid artırırıq 11. 28-i 2 vahid azaldırıq 26. Qaydırıq ki, bizim 26-mız yenə 11-dən kiçik deyil. İkinci dəfə çap edirik. 5 vahid artırırıq 16. Bu isə olacaq 24. Yenə üçüncü dəfə çap edirik.
Bu olacaq 21, bu isə olacaq 22. Yenə bizim 22 21-dən kiçik olmadığı üçün axırıncı dəfədə çap edirik. Burada artıq 26, bu isə 20 alınır və 20 artıq 26-dan kiçikdir. 20 26-dan kiçikdir. Ona görə gəlirik, buradan da riyaziyyatı çap edib sona çıxırıq. 4 dənə burada çap edib, bir dənə burada, deməli 5 dəfə riyaziyyat sözünü çap etmiş olacaq. Və sonuncu daxil edilmiş A və B natural ədədlərindən A ədədinin B-nin faktorial olub olmadığını yoxlayan alqoritm blok sxemini qurun deyir. Gəlin quraq. Başlanğıc. A ilə B ədədini daxil edirik. A ədədi B natural ədədin. A ədədinin B-nin faktorialı olub. Deməli, B-ni faktoriala qurmalıyıq. Faktorial üçün bizim F bərabərdir 1 yazmalıyıq. Və sonra multiplikasiyalı dövrdən istifadə edim. 1-dən B-yə qədər B-nin faktorialını tapaq. Sonra A-nın faktorialı olub olmadığını yoxlayaq. Faktorial bərabərdir hər dəfə i-yə vuraq. Bu belə davam etsin burada. Sonda artıq finişdə soruşsun ki, A bizim faktoriala bərabərdirmi? Bərabərdirsə, o zaman dedi ki, bəli çap etsin. Hədirsə, bəli sözünü çap etsin. Əks halda yox sözünü çap etsin, xeyir sözünü. Paralelogramın içindədir hər ikisi. Və bunlar finişə çıxır son. Bu şəkildə bizim blok sxemimiz qurulur. Diqqətiniz üçün təşəkkür edirəm.